Salam əziz şagirdlər, gəlin belə bir sualın əlinə baxaq. Mx kvadratı üstə gələk nx üstə gələk 21. Bizə deyir ki, bu çoxhədlinin vuruqlarından biri x plus 3 olarsa, bu nə deməkdir? Yəni x plus 3 tənliyinin kökü verilmiş çoxhədlinin sıfırıdır. Yəni x plus 3 bərabər sıfırdır. X də bərabərdir nəyə? Mənfi 3-ə. X-i tapdıq mənfi 3. Bu verilmiş çoxhədlinin sıfırıdırsa, gətirək yerinə yazaq. Harada x gördük yerinə mənfi 3 yazırıq. N vurulsun mənfi 3-ün kvadratı, üstə gələk n vurulsun mənfi 3, üstə gələk 21 bərabərdir 0-a. 9m çıx 3n, mənfini müsbətə vursaq mənfi, bərabərdir mənfi 21-ə. Hər tərəfi də mənfi 3-ə bölək gəlin. Yəni, alarıq nə? Mənfi 3-ə bölsək, mənfi 3m üstə gələk n bərabərdir müsbət 7-yə. Burada toplananların yerini dəyişsək, n minus 3m bərabərdir 7-yə. Deməli, bizdən nə istəyir? N plus n cəminin ən kiçik qiymətini istəyir. N plus n-in ən kiçik qiymətini tapmaq üçün başlayaq m-ə qiymətlər verək. Yəni, m bərabərdir buradan. Nə verərəm? M-in yerinə 1 yazsaq, kiçik olması üçün ən kiçik qiymət verirəm. Bu zaman alıram n çıxaq 3 bərabərdir 7-yə. N də bərabərdir 3-ü digər tərəfə keçirsək 10-a. Deməli, n-in 10, m-in 1 qiyməti bu ifadəmiz üçün ən kiçik qiymətdir. Bizdən də bunların cəmini istəyir. 10 plus 1 bərabərdir 11-ə.